gördük. Əziz tamaşaçılar, bugün Ramazan ayında qan vermə məsələsinə aydınlıq gətirəcəyik. Sual belədir: oruç tutan şəxsin Ramazan ayı günündə qan verməsinin hökmü nədir? Cavab qısa və aydındır. Oruc vaxtı qan vermək caizdir, yəni icazəlidir. Lakin əgər qan vermə nəticəsində şəxsdə zəiflik yaranarsa, bu məkruhdur, yəni bəyənilməzdir. Bu hökmün hikmətini bir qədər açıqlayaq. İslam şəriətində qan vermək xüsusilə də başqalarına yardım məqsədi ilə edilərsə, savab əməldir. Lakin oruc vaxtı bədənin ehtiyacları və güc balansı dəyişir. Əgər qan vermə nəticəsində bədəndə aşırı zəiflik yaranarsa, bu oruç tutan şəxsin sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də qan vermək özlüyündə orucu pozmasa da, oruc vaxtı qan verərkən diqqətli olmaq lazımdır. Əgər qan verəndən sonra güclü zəiflik hiss edirsinizsə, bu bəyənilməz hesab olunur və belə hallarda qan verməyi başqa vaxta təxirə salmaq daha yaxşıdır. Amma qeyd edək ki, və vacibdir ki, təcili vəziyyətlərdə, məsələn, həyat qurtarmaq üçün qan təcili ehtiyac olduqda artıq məkruhluq hökmü aradan qalxır. Ümid edirəm ki, bu məlumat sizə daha faydalı oldu. Ramazan ayının gecəsində, gün ərzində etdiyiniz ibadət və itaətlərinizi Allah qəbul eləsin. Allah amanında. Bismillahirrahmanirrahim.